Hoş gördük dostlar. Deməli, keçən dərsdə biz artıq başladıq ProSave'in sazlanmasını. Gəlin açaq bizim proyekti. Project. Deməli, bizdə 0102 və biz bura şəbəkə modulunu əlavə eləmişdik. Wiring. Burada parametrlerde artıq 1 yazılıb, bir de 5 yazılıb. Və dostlar, gəlin deməli bizə lazım olacaq. Engineering new iş project. Və burada gəlir engineering input output parameter builder və burada bizə deməli bizə lazım olacaq IP. IP-ni biz neçə qoymuşduq? CS Yoya Mod 33.4 port 502 ofisi portumuz var. Ofisdən də əlavə dərslər verəcəyim. Siz daha yaxşı başa düşəsiniz onu. Deməli, IP adres, comment browser verin. IP-ni yadım açın. 11.22.33.4 11.22.33.4 11.22.33.4 Subnet 3.255 Subneti izah eləmişəm də sizə yarım ki dostlar, bu 3.255 olanda bu 3 gələn akset deyirlər buna nöqtələrlə. Bunlar sayılmır. Yəni bunlar defaultla eyni qalır. Yəni növbəti ola bilər sizdə 33.5, 36, 33.6, 7 və bunlar hamısı bir-birini görəcəklər. Port qalır deməli 502-də və bu belə qalır. Baxın, əlavə heç nə eləmir. Və növbəti addımımız dostlar, biz deməli əlavə eləməliyik sizlə bizim dəyişənləri. Buna görə də bizə lazım olacaq dictionary. Olmadı. Deməli dictionary və biz bura deməli globala əlavə etməliyik. All variables'ı düşsün. All variables'a burada deməli bizdə olacaq input relay, input register və holding register. Deməli birinci gəlin koyuba əlavə edək. Koyub. Və bunun data type'ı bizdə olmalıdır ESWB.
Ha dostlar, burada USB birini istifadə edəcəyik. Bəli, var. Bu nədir dostlar? Bu deməli, biz sadəcə bul yazsaq burada, bunu ancaq məntiqi blokun içində istifadə edə bilərik. Eyni bul kimidir. Sadəcə ESP1 yazanda biz deməli bu məlumatı həm də göndərə bilirik. Ama bizde niye ESPW yazsak? Bizde olmalıdır ESPW. Ha, yok, düzdür. ESPW. Ve bizde burada nöbet ne olacak? No free global kalsın, internal. Dostlar, burada siz ESP1 yazandan sonra da burada comment əlavə edin. Git from FCS. Bu sadəcə adi commentdir. Mən bir daha görürsən bu videonun startını yadımdan çıxıb basmağa. Bəzi məlumatlar var, onlara baxıram. Mən burada növbəti olacaq bizdə input relay. Növbəti olacaq bizdə input register. Input register bizdə olmalıdır. Olmalıdır the int məncə. Input register. Input register. Input register. Bu da olsun bizde the int. Ne bu olacak bizde bit to FCS. Bu da bizde olacak word FCS. Word to FCS. Burada da güzelde yere kalsın. Ve axırıncı da bizde olacak deməli holding register edilmə əsəbləri üçün holding register. Bu da bizde olacak ESW olmalı. Bu nədir dostlar? Bu sizə daha çox mod seçməyə imkan verir. Məsəl üçün start, stop, remote, lokal, yəni əlavə 4-5 ədəd modları icazə verir seçməyi və burada yazırıq ki word from FCS olmalıdır. Deməli, burada saxlayırıq internal, global, burada olsun word from FCS. Deməli, bizdə nədir dostlar? Bit from FCS-dir, bit to FCS-dir, word to FCS-dir və word from FCS-dir. Və burada 2 ədəd də int var görürsünüz. Holding register out, holding register set. Gəlin bunu save eləyək. Yeniden burada. Tamam qalsın. Bunu exit eləyək. Və növbəti dərsdə dostlar biz biraz sağlamalarımız qalıb. Əsas modbus adresin qurulması qalıb və registrlərin orada göstərilməsi qalıb. Dediyim kimi birinci dərsdə biz simülyasiya edə bilməyəcəyik. Və bundan sonra axırıncı dərsimiz qalacaq. Orada da artıq downloadu göstərəcəm sizə və ondan sonra yenə dediyim kimi keçin ingilis dil variantda orada yenə təzə məlumatlar əldə eləmişik, onları da əlavə eləmişik.
hissin sazlanmasıdır, FCS-in sazlanmasıdır. İlmi arxitekturanı biraz dərin başa salırıq orada. Başqa məsələlərə görə də Taskforce saytına müraciət edə bilərsiniz. Bizdə olan dərsləri də sizdən share edəcəyik və kimsə bunu tətbiq eləmək istəyirsə, bizim virtual serverlərimiz var. Onu əldə edə bilər. Çox sağ olun dostlar, təşəkkür edirəm. Like qoymağı unutmayın və kanala abunə olmağı yaddan çıxarmayın.